Salam değerli izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugün sizlər üçün uşaqlıq illərində sevərək yediyimiz Novruz bayramının ən gözəl şirniyyatlarından olan qovudun hazırlama qaydasını paylaşacağım. Bunun üçün əvvəlcə qabın içərisinə 2 stəkan buğda tökürəm. Buğdanı yaxşıca yuduqdan sonra təmiz bir dəsmalın üzərinə sərirəm ki, suyu tamamilə çəkilsin. Artıq buğdaların suyu çəkilib, tavanı ocağın üzərinə qoyuram və buğdanın yarı hissəsini töküb qovururam. Çox olduğu üçün mən hissə qovurdum. Buğdanı qovuran zaman bərk olmasın deyə cür odda qovurulur. Buğdanın digər hissəsini də bu qayda ilə qovururam. Daha sonra isə bir kənara tökürəm ki, soysun. Soyduqdan sonra buğdanı ədviyyat üyüdən maşının içərisinə tökürəm və üyüdürəm. Toz halına gələnə qədər üyütmək lazımdır. Ayrıca bir qaba şərbət üçün 1 stəkan şəkər tozu və 1 stəkan su tökürəm. Ocağın üzərinə qoyuram ki, şərbət qaynasın. Üyüdülmüş buğdanın üzərinə bir dolu yemək qaşığı bəhməz, eləcə də qaynatdığım şərbəti tökürəm. Biraz qarışdırıram. Daha sonra isə yarım çay qaşığı hil əlavə etdim. Bütün ərzaqları yaxşıca qarışdırıram. Soyması üçün bir kənarda gözlədirəm. Soyduqdan sonra isə qaşıq vasitəsilə götürüb kiçik kündələr hazırlayıram. Uşaq vaxtı hər bir Novruz bayramında bu şirniyyatı anamız bizlər üçün hazırlayırdı. Çox da dadlı, ləzzətli olurdu. Ona görə də mən də istədim ki, paylaşım. Siz də bayramda hazırlayın. Daha sonra isə üzərini zövqə görə bəzədim. İnanın xanımlar, olduqca dadlı, ləzzətli şirniyyat alınır. Siz də hazırlayıb Novruz süfrəsində təqdim edə bilərsiniz. Hazırlayacaq olan hər kəsə nuş olsun. Sağ olun, görüşərik.